səhv də olsa, düz də olsa namazımı qəbul elə. Ey gözü görünməz məbudum. Yaradan Allah'ım mənə ruzu ver, hər tərəfli ruzu ver. Heç məni evladımın yanında utandırma, məni dostum, tanışın yanında utandırma. Allah'ım özün kömək ol ya Rabbim. Sən alan da sənsən, hər şeyi haqqı görən də sənsən. Allahu Ekber, Allah mənim dualarımı qəbul elə. Allahümme sallallahu aleyhi. Uşaqlar, birinci namazımı kıldım. Salam Azər, Allah qəbul eləsin. Sağ ol Azad, çok sağ ol. Azad, çok sağ ol. Sen ne Azər, diyorsun? sağ ol. Gör nə deyirəm. Haydi. Allah qəbul eləsin, Allah günaha yazmasın. Səhvlərim var idi namazda, inşallah o aradan qalxar. İstəyirsən, nə vaxt namaz qılarsan, şey eləyim, mən qoşulum buradan deyim sənə, sən o hərəkətləri, o sözləri təkrar elə. Əgər bir şey eləyirsən, ya video qoy, ya da istəyirsən mən kömək eləyim sənə. Akşam meçide Yəni bu gideceğim. işdə kömək eləmək xeyirdir. Yaxşı. Akşam meçide gideceğim. Məscidə gedəndə sözləri demirsən Azər. Məscidə gedəndə cəmaat namazına qoşulanda zikr elə, Allah Əkbər deyirsən ha. Onlar nə söz deyirdisin, sən zikr elə. Başqa söz demə, bir də hərəkətləri olan kimi elə. Yaxşı budur ki, məsciddən ayağı kəsməyəsən. Məsciddə o sözləri deməyə ehtiyac yoxdur. Ancaq evdə nə vaxt istəsin, yəni bu barədə mən sənə köməyim, dəstəyəm. Yaxşı. Yəni səhvlərin çox idi. İndi baxanlar da yazırdı. Yox, mən elə səhv eləyə öyrənmişəm. O problem deyil. Başa düşdün? Yəni o problem deyil. Allah qəbul eləsin, yenə də sevindim. Sağ ol qadın. Sağ ol. Ama onu bilirəm ki, çox yüngül. Nə vaxt nə problemin olsa bu barədə yazmaya kömək eləyim. Amma onu deyim ki, yaman yüngülləşdim ha. Hələ bu bilsən nədir? Bu hələ girişdir, səhvdir. Sən bu namazı inşallah mükəmməl biləndən sonra prosto bir dənə arxençilik gəlməsin də o ki mən namaz qılamam. Mən nə bilim Allah mənə belə həmişə öz namazından narazı ol. Necə bugün narazısan ha? Ki yəni yaxşı qıldım, qılmadım. Həmişə namazından narazı ol ki görürsən Allah qəbul elədi ya yox. Onda sən irəliyə gedəcəksən inşallah. Allah köməyin olsun, işte buna görə çıxın. Sağ ol Azad, çox sağ ol Azad, çox. Uşaqlar, xahiş edirəm daha pis yazmayın da, nə olar ki.